Paytaxt Bakı növbəti dəfə beynəlxalq tədbirlərdən birinə ev sahibliyi eləyəcək. Sentyabr ayının 28-dən oktyabrın 4-nə qədər paytaxtımızda El Sənəti Beynəlxalq Sənətkarlıq Festivalı keçiriləcək. Qeyd edim ki, festival İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu və İRSİKA-nın birgə təşkilatçılığı ilə keçiriləcək. Ümumi məlumatları bizə İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova verəcək. Əminə xanım, xoş gördük. Salam aleyküm, təşəkkür edirəm dəvətinizə görə. İlk öncə istərdim tədbir və festival barədə qısa məlumat verəsiniz. Bildiyiniz kimi 2019-cu il Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycanda Nəsimi ili kimi qeyd olunub. Və bütün şərq dünyasının ən görkəmli şəxsiyyətlərindən biri, orta əsrlərdə yaşayan Azərbaycan şairi, söz ustadı, filosof və mütəfəkkiri dünya demək olar ki qeyd edir. Əlbəttə ki, Respublikamızda bir neçə birindən dünya demək olar ki qeyd edir. Əlbəttə ki, Respublikamızda bir neçə birindən maraqlı və əhəmiyyətli tədbirlər keçirilir. Mən onlardan vurğulamaq istərdim Beynəlxalq Nəsimi Festivalını. Siz bilirsiniz ki, artıq Respublika səviyyəsində ikinci ildir ki, bu festival keçirilir və bu festivalın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti bizim hörmətli əziz Leyla xanım Əliyevadır. Bu El Sənəti ənənəvi sənətkarlıq festivalı Nəsimi festivalı çərçivəsində keçirilir İçərişəhərdə və onun əsas təşkilatçılarından da İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu və İRSİKA təşkilatı. Nə vaxtdan bu təşkilatda əməkdaşlığa başlayıb? İRSİKA nədir? Nə vaxtdan bu təşkilatda əməkdaşlığa başlayıb? İRSİKA nədir? İRSİKA İslam ölkələrinin mədəniyyətini, tarixini və incəsənətini araşdıran bir mərkəzdir, beynəlxalq bir mərkəzdir. Demək lazımdır ki, dünyada rəsmi olaraq 57 İslam ölkəsi mövcuddur və o ölkələrdə təxmini 1 milyard yarım insan yaşayır. İRSİKA isə İslam Dövlətlərin Təşkilatının bir qoludur. 1980-ci ildən başlayıb İRSİKA-nın fəaliyyəti və demək olar ki, hər il hansısa bir İslam ölkəsinin paytaxtında və digər şəhərində El Sənəti Festivalı keçirilir. Adətən bu festival çərçivəsində elmi konqres də keçirilir və bu illər zamanı biz çoxdan da bu festivalı gözləyirdik ki, Bakıda da baş tutacaq və nəhayət ki, bu il 2019-cu ildə artıq Azərbaycanın paytaxtı Bakıda da ilk dəfə keçiriləcək bu festival. Bu festival çərçivəsində konqres keçiriləcək. İslam dünyasının incəsənətinin perspektivləri adlanır bu konqres və konqresə də hardasa 40 nəfər duaram ki, çox, yəni elm sahəsində çox maraqlı və önəmli bir konqres olacaq. Festivala isə gəldikdə onu da demək lazımdır ki, təxminən 50 ölkədən 70-ə yaxın sənətkar hər İslam ölkələrində, öz ölkəsində ən öndə olan sənətkarlardır ki, bunlar bu festivalda ilk dəfə öz əl işi nümunələrini nümayiş etdirəcəklər. Mən Real TV-nin bütün tamaşaçılarını fürsətdən istifadə edərək istəyirəm bu festivala dəvət edim. Unikal bir şansdır, çox maraqlı bir festival olacaq. Əslində bu sənətkarların əl işlərinin siz seyr edə biləcəksiniz və hətta sənətkarlar özü də orada olacaqlar. Saat 10-da hər gün ərzində festival 10-dan 20:00-a dək açıq olacaq. Hər bir ölkə öz çadırında, öz məkanında təqdim olunacaq. Çox maraqlı bir festival olacaq. Məndə olan məlumatlara görə sonuncu dəfə festival ötən il Təbrizdə keçirilib və bu günləri artıq Bakı bu festivalı ev sahibliyi eləyəcək. Bakıdakı festival Təbrizdəki keçirilən festivaldan nə fərqlənəcək? Mənə elə gəlir ki, Bakıdakı festival daha maraqlı olacaq. Niyə görə? Çünki əvvəla onun festivalın keçirdiyi məkan İçərişəhərdir. Biz bilirik ki, İçərişəhər özü
özlüyündə bir açıq səma altında bir muzeydir və İçəri şəhərin hər bir güşəsində, hər bir daşında bizim tariximiz yaşayır. Əslində İçəri şəhər orta əsrlərdən sənətkarlıq məhəllələri ilə həmişə zəngin idi. İçəri şəhər o məkandır ki, sənətkarlıq orada daimi yaşayır. Siz bilirsiniz ki, İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğunun gözəl bir şüarı var. İçəri şəhər Living History, yaşayan tarix və bizim sənətkarlarımız, onlar hər zaman tarixi yaşadırlar İçəri şəhərdə. Konqresin gündəliyində hansı mövzular olacaq? Konqresin gündəliyində sənətkarlıqla bağlı əlbəttə ki, mövzular olacaq. İslam dünyasında çox populyar olan ənənəvi sənətkarlıq nümunələrindən danışılacaq. Ümumiyyətlə, bu sahənin inkişafından danışılacaq. Əlbəttə ki, bizim alimlərimiz də qatılacaq bu konqresə. Bizim tarixçilərimiz, sənətşünaslarımız, biz xalçaçılıqdan, bizim zərgərliklərimizdən, dulusçuluqdan danışacağıq bu konqresdə və mənə elə gəlir ki, çox maraqlı məruzələr olacaq bu konqresdə. Yəni, biz çox həyəcanlıyıq. Nə qazanacaq festivalın keçirilməsində? Ölkəmiz artıq çoxdandır... Nə qazanacaq festivalın keçirilməsində? Ölkəmiz artıq çoxdandır festivallar məkanına çevrilib, beynəlxalq səviyyədə artıq ölkəmiz çox gözəl tanınır bütün dünyada. Mənə elə gəlir ki, bu kimi festivallar daha da maraq artırır bizim ölkəmizə, bizim mədəni irsimizə, bizim sənətkarlarımıza. Çünki Azərbaycan hər zaman bizim xalqımız özünə məxsus sənətkarlığı hər zaman inkişaf etdirib. İçəri şəhər qoruğu nə vaxtdan əməkdaşlığa başlayıb? 2018 İçəri şəhər qoruğu nə vaxtdan əməkdaşlığa başlayıb? 2018 çox mühüm bir hadisə baş verdi. İlk dəfə idi ki, beynəlxalq konfrans çox mühüm bir hadisə baş verdi. İlk dəfə idi ki, beynəlxalq konfrans keçirildi. İslam dünyasının ən uzun ömürlü ölkələrindən biri olan Şirvanşahlar dövlətinə aid olan konfrans keçirildi. Və İRSİKA-nın baş direktoru cənab Xalid Eren keynote speaker, yəni əsas məruzəçi qismində iştirak etmişdi bu konfransda. Onun davamı olaraq 26 noyabr tarixlərində əməkdaşlıq memorandumu imzalanmışdır. İRSİKA-nın baş iqamətgahı memorandumu imzalanmışdır. İRSİKA-nın baş iqamətgahında İstanbulda yerləşən Yıldız Sarayında və bu memorandumun ilk və əsas bəndlərindən biri o idi ki, məhz bu əməkdaşlıq davam edəcək. Dediyim kimi, Azərbaycan da İRSİKA-nın bir üzvüdür. Bu əməkdaşlıq davam edəcək. Dediyim kimi, Azərbaycan da İRSİKA-nın bir üzvüdür və bizim çoxlu və geniş planlarımız var. Tamaşaçılarımız da maraqlandırır təbii ki. Festivala qatılmaq istəyənlər ödəniş etməlidirlər harasa, yoxsa tamamilə pulsuz keçirilir? Yox, əlbəttə ki, yox. Festival tam pulsuzdur. Siz, yəni əsas məkanlar İçəri şəhərdə Qoşa Qala meydanında və Qız Qalasının ətrafında əsas çadırlar orada qurulacaq və Multani Kərvansarayda da zərgərlik nümunələri nümayiş ediləcək. Ona görə də tam pulsuzdur və biz tamaşaçılarımızı da dəvət edirik bu maraqlı tədbirə qatılsınlar. Festivalın əsas hissəsi sərgidən ibarətdir. Ümumiyyətlə, nə sərgilənəcək? Ənənəvi sənətlərin müxtəlif növləri sərgilənəcək və hətta satış olacaq. O da maraqlı məlumat. Yəni, gələn ziyarətçi baxıb bəyəndiyi sənət əsərini pulunu ödədikdən sonra ala bilər. Tamamilə düzdür. Yəni, bizim qonaqlar hətta istədiyi əşyanı ala da bilərlər. Mən əsas yenə dedim ki, bu zərgərlikdir, xalçaçılıqdır, dulusçuluqdur, oyma və digər ənənəvi sənətlər.
Əslində siz bilirsiniz ki, İçəri şəhərdə ənənəvi sənətlər həmişə daimi inkişafda idi və 2012-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İçəri şəhərdə ənənəvi incəsənət mərkəzi açılmışdır. Və 2017-ci ildə isə 4 yaradılmışdı Dastan brendi. Hətta bizim festivala gələn qonaqlar yaradılmışdı Dastan brendi. Hətta bizim festivala gələn qonaqlar Dastan brendinin yeni Qarabağ və Şəki kolleksiyalarına nümayiş edə bilərlər. Bildiyiniz kimi, gələn ildə İçəri şəhərin UNESCO-nun dünya irs siyahısına daxil olmasının 20 illiyidir və biz fikirləşirik ki, bir neçə maraqlı tədbir İçəri şəhərdə keçiriləcək. Və onu da demək istəyərdim ki, İçəri şəhərdə bir neçə memarlıq abidəsi var ki, onlar Nəsimi epoxasına aiddir. Onlar orta əsrlərdə tikilmişdir. Hətta Şirvanşahlar Sarayı kompleksinin özü çox unikal və çox incə memarlıq üslubunda tikilən bir saraydır. 12-15-ci əsrlərdə tikilən bir saraydır. Demək olar ki, İçəri şəhər bu festival zamanı Nəsimi ab-havasına bürünəcək. Və onu da demək istəyərdim ki, bu il start veriləcək. 28 sentyabr start veriləcək. 28 sentyabr 2019-cu il tarixlərində saat 10-da Nəsimi festivalına start verilir. Şirvanşahlar Sarayı kompleksində çox möhtəşəm bir sərgi olacaq. Mystery of Wisdom ingilis dilində, Azərbaycan dilində müdriklüyün sirri adlı bir sərgidir. İstərdim qısa olaraq bu sərgi barədə də məlumat verərdiniz izləyicilərimizə. Bu sərgi, mən təkcə onu deyə bilərəm ki, sərginin kuratorları çox maraqlı ideyanı irəli sürüblər. Mən bütün sirləri əlbəttə ki, açmaq istəmirəm. Bizim tamaşaçılar gəlsin Şirvanşahlar Sarayına, görsünlər bu sərgini. Onu demək istəyərdim ki, gənc Azərbaycan və xarici rəssamların installyasiyalarından və sənət əsərlərindən ibarət çox maraqlı bir sərgidir. Ümumiyyətlə, siz bilirsiniz ki, Nəsimi festivalı çərçivəsində o qədər maraqlı tədbir var ki, artıq ikinci ildir keçirilir, amma dünyada maraq artır Nəsimi festivalına. Nəsimi festivalının rəsmi veb saytı var və orada da bütün proqram çox vaxtı ilə, hətta hər saatı ilə orada təsvir olunub. Mən tövsiyə edərdim ki, Nəsimi festivalının rəsmi veb saytına bizim tamaşaçılar ziyarət eləsinlər. Artıq ilin sonuna doğru gedirik və istərdim ümumiyyətlə İçəri şəhər muzey mərkəzinin fəaliyyətindən danışaq. Ötən il ərzində hansı işlər görüldü, ümumiyyətlə hansı sərgilər, hansı tədbirlərə ev sahibliyi elədiniz? Təşəkkür edirəm sualınıza görə. Maraqlı sualdır. Mən də çox istəyərdim tamaşaçılarımıza bəhs edim biz gördüyümüz işlərdən. Bildiyiniz kimi 2018-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğunun strukturunda bir neçə yeni qurum yaradıldı və onlardan da biri İçəri şəhər muzey mərkəzi. İçəri şəhər muzey mərkəzinin tərkibində Respublikamızın aparıcı muzeylərindən sayılan Şirvanşahlar Sarayı kompleksi, Qız qalası və İçəri şəhərin ərazisində bir neçə fəaliyyət göstərən ekspozisiyalar daxildir. Onlardan Beylər məscidi və digər və Qala Dövlət Etnografiya Qoruğu da daxildir. Və mən fevral ayında açılmış, çox 19-cu əsrə Zəncirli bina deyilən məkanda, Respublikamızda ilk dəfə olaraq birinci Bakı Fotoqrafiya evindən də bəhs etmək istərdim. Bu, qısa bir zamanda fəaliyyət göstərməsinə baxmayaraq, artıq bütün fotoqrafiya sevərlərin sevimli məkanına çevrilib bu yer.
və orada bir neçə maraqlı sərgi nümayiş olunub artıq bu qısa bir vaxt ərzində. İndi isə orada məncə maraqlı bir sərgi nümayiş olunur. Kiyev Peçora monastırın müxtəlif foto arxivlərindən, bu müvəqqəti bir sərgidir, amma festival zamanı o sərgiyə seyr eləmək olar. İçəri şəhərə gəldiyimizdə orada təmir tikinti işlərinin hələ də davam etdirildiyini görürük. Hazırda vəziyyət necədir? İçəri şəhər neçə əsrlər boyu yaşayan bizim tariximizdir, bizim abidəmizdir və gözlədiyimiz bir hadisə, o yeni muzeyin açılışıdır. Yeni muzey Bakı xanları sarayında yerləşəcək və biz sizinlə artıq bu haqda danışmışdıq. Bir neçə həftə bundan əvvəl çox innovativ və yenilik üslubunda açılmış bir muzey olacaq və biz əminik ki, bütün tamaşaçılara çox maraqlı olan bir yeni məkan olacaq İçəri şəhər üçün. Oktyabr ayının 4-də festival artıq yekunlaşır. Festivalın son günündə bildiyimə görə səsvermə olacaq və 1-ci, 2-ci, 3-cü yerlər müəyyənləşəcək. Bu prosesi istərdim biraz şərh edərdiniz. Bəli, siz düz buyurursunuz. Festivalın son günü 4 oktyabr tarixindədir və müxtəlif İslam ölkələrindən dəvət edilmiş professorlar və elm adamları heyətindən ibarət jüri olacaq və onlar hər bir nominasiyada, 14 nominasiya var, onu da demək lazımdır festivalda. Hər bir nominasiyada öz el sənətlərini nümayiş etdirən sənətkarlara müəyyən bir məbləğdə mükafat veriləcək. Orada 3 yer olacaq, 1-ci, 2-ci və 3-cü yer. Çox sağ olun Əminə xanım, təşəkkür edirəm. Mən təşəkkür edirəm, siz də sağ olun. Qeyd edim ki, müsahibimiz İçəri şəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova idi. Bakıda keçiriləcək el sənəti ənənəvi festival sentyabr ayının 28-də başlayaraq oktyabr ayının 4-nə qədər davam edəcək. Tamaşaçılarımızı, paytaxt sakinlərini və Bakıya gələn qonaqları festivalla gəlib tanış olmağa dəvət edirik. Bizdən isə bu qədər, sağlıqlı qalın.